Salam, bugün mən sizlər üçün uşaq psixikasının inkişaf mərhələlərini izah edəcəm. Eyni zamanda depressiyalar, psixozlar, təşviş pozuntuları, stres, hamısını inşallah ki, bu video izahlı olacaq. Başlayaq uşaq psixikasının inkişaf mərhələlərinə. Uşaq psixikasının inkişafının birinci, ikinci və üçüncü, dördüncü mərhələləri vardır və baxaq birinci mərhələ hansı yaş aralığını əhatə edir. Doğulan andan etibarən 1 yaşına qədər olan mərhələ birinci mərhələdir. İkinci mərhələ isə 1 yaşından 3 yaşına qədər olan mərhələdir. Üçüncü mərhələ artıq 3 yaşından sonra ta 12 yaşına qədər davam edən bir mərhələdir. 12 yaşdan sonra artıq dördüncü mərhələ başlayacaq 12 yaşdan sonra. İndi biz bunları ayrı-ayrılıqda öyrənməliyik və qısa olaraq hər mərhələdə nələr baş verir? Mən onu burada qeyd etmişəm ki, mən çətindirsə bu hissələrə baxacaq və təbii ki, mən danışdığım zaman, yəni onların izahını da edəcəm. Birinci mərhələ doğulan andan 1 yaşına qədər, yəni uşağın 1 yaşına qədər olan mərhələdir. Yəni sabah tutaq buradan bir sual verəcəklərsə, deyə bilər ki, aşağıda verilənlərin hansı uşağın psixikasının inkişafının birinci mərhələsində baş verəcək. Deməli, ona görə mən bunları qısa olaraq yazmışam ki, nələr baş verə bilər? Müxtəlif qıcıqlandırıcılara qarşı hərəkət reaksiyaları. Bu artıq biz ilk gün və ilk həftələrdən bunu müşahidə edirik. Bu nə deməkdir? Yəni, müxtəlif qıcıqlara qarşı hərəkət reaksiyası deyəndə nə demək istəyir? Yəni, misal deyək, uşaq doğuldu, düzdürmü? Doğulduğu zaman uşaq ağlayacaq. Nəyə görə ağlayır? Baxın, insan dünyaya gələndə ağlaya-ağlaya gəlir. Deməli ki, uşaq doğuldu, ağlayacaq. Səbəb nədir? Çünki ilk dəfə olaraq atmosfer havası ilə tənəffüs etməyə başlayacaq və ağciyərlər də aralandığına görə bunda bir ağrı yaranacaq və ona görə ağladı. Daha sonra təbii ki, hətta ağlamadığı zaman, yəni ətrafdakılar narahat olmalıdır ki, uşağın ola bilər ki, ciyərləri tam açılmaya bilər. Tamam, bunu sakitləşdirdik. Daha sonra yenə də başlayacaq ağlamağa. Bu dəfə nəyə görə ağlayır? Çünki ətraf mühit temperaturu soyuqdur və uşağı bizim bələməyimiz lazımdır. Tamam, bunu da etdik. Daha sonra yenə başlayacaq ağlamağa. Bu dəfə nə üçün ağladı? Çünki bu dəfə də acdır, qarnı doymalıdır. Daha sonra biz onun qarnını doyurduq və daha sonra sakitləşdi. Deməli, hələ biz uşaq yenicə doğulub, biz onda nə görürük? Əvvəla yenicə doğulan uşaqda biz ilk olaraq nəyi gördük? Ağlama, deməli mənfi emosiyalar, deməli insan dünyaya gələndə mənfi emosiyalarla dünyaya gəldi və onun hansı ki burada deyək ki, müxtəlif qıcıqlandırıcılara qarşı hərəkət reaksiyaları, bu da acılığa qarşı, soyuğa qarşı, hətta bədən vəziyyətinin ani dəyişilməsinə qarşı da ola bilər. Bir də gözü ki, uşağı yerinə qoyanda doğru qoymadıq, əlimizdən biraz sürüşdü və uşaq başlayacaq ağlamağa. Yəni, və yaxud da ki, üzünü, gözünü bir hala salacaq ki, yəni hərəkətlərində onun narahat olduğunu biz görəcəyik. Deməli, bu belə. Daha sonra ilk həftə və aylarında insana xas olan davranışlar formalaşır. Hətta dərslik yazır ki, əgər düzgün rejim tərbiyə olunarsa, böyüklərlə ünsiyyət də bu zamanda formalaşa bilər. 3-4 aydan sonra uşağın davranışı əsasən oyun xarakterli olur. 3-4 aydan sonra bu nə deməkdir? Oyun xarakterli davranış. Yəni, uşaq, belə deyək, əllərinə baxır, əllərindən oynayır. Sonra ayağına baxır, ondan oynayır. Nə bilim, məsəl 3-4 aylıqdan sonra deyir də, 5 aylıq bir uşağa qazan qapağı ver, o bilməyəcək ki, qazanın üzərini örtmək üçün istifadə olunan bir əşyadır bu. Başlayacaq qazanı qapağa, tavanı ona buna tak səs çıxardacaq və o səs onun xoşuna gələcək, başlayacaq ona oynamağa. Çünki ona oyuncaq kimi baxır da, elə bilir ki, oyuncaqdır. Yəni, uşağın əlinə dəftər ver, bilməyəcək ki, bunu yazı yazmaq üçün istifadə olunur. Cıracaq, nə bilim, neyniyəcək. Artıq, yəni, oyun xarakterlidir. Hər bir əşyaya oyun kimi baxır. Və o dedi ya, əllərinə, ayaqlarına oynayır uşaq. Elə o zamandan da biz orada uşaqda emosiyaları görürük. Və emosiyaların inkişafı deməli ki, bu mərhələdə baş verir. Yəni, ilk emosiyaları mən burada yazmışam. Hətta ilk emosiyalar biz dedik ki, uşaq dünyaya gələrkən ağladı, yəni mənfi oldu. Öncə mənfi emosiyaları görürük, daha sonra müsbət emosiyaları görürük. Hətta dərslik kitabında mənfi emosiyaları o bağırsaqdan gələn, misal üçün, uşaqda narahat edəndə, belə deyək, bağırsağın həddindən artıq dolması zamanı uşağa ağrının verməsi
və yaxud da ki, uşaq ac olarkən bağırsağından olan narahatçılıq, soyuq və ya isti olması, bəzən gözdən çox isti, valideyn otağı çox isti edir, uşaq səpir, o da ona narahatlıq verir və yaxud da ki, soyuq olarsa o da ona narahatlıq verir. Yəni bunların hamısına qarşı uşaqda reaksiyalar mənfi olur. Yəni o zaman uşağın ilk günlərində mənfi emosiyaları görürük və hətta bu şərtsiz reflektor olur. Yəni özü bilərəkdən etmir də. Deməli, ilk emosiyalar 1 yaşına qədər birinci mərhələdə formalaşdı və unutmuruq ki, öncə oldu şərtsiz reflektor, daha sonra şərt reflektor oldu. Yəni öncə misal üçün uşaq nəyəsə görə ağlayırdısa, bunu bilmədən şərtsiz reflektor idi. Daha sonra artıq misal üçün 8-9 aylıq uşaq nəyəsə xoşuna gəlmir, ağlayır. Bu artıq şərt reflektordur, yəni bilərəkdən və yaxud da ki, deyək ki, nə bilim, ola bilər ki, uşaq, misal ana butulkanı göstərdi uşağa, amma biraz hazırlayır da, burada süd hazırlayır uşaq üçün və uşaq orada başlayır ağlamağa. Yəni artıq o, belə deyə, bilərəkdən onu istəyir axı və o əldə edə bilmədiyi üçün ağlayır. Yəni artıq biz burada əsas onu bilməliyik ki, öncə emosiyalar şərtsiz reflektordur, daha sonra isə şərti reflektor emosiyalar yaranır. Və ilkin emosiyalar dediyi mənfidir, daha sonra isə müsbət emosiyalardır. Müsbət emosiyalarda necə ola bilər? Yenə də misal üçün şüşədən süd içən bir uşaq şüşəni gördüyü zaman gülümsəyəcək, sevinəcək, əl-qol hərəkətləri edəcək və ananın səsini uzaqdan eşidən uşaqda müsbət emosiyalar yaranacaq. Deməli, ikinci ayından biz deyə bilərik ki, uşaqda ilk təbəssümü və yaxud da ki, müsbət emosiyanı müşahidə etmək olar. Düzdür, burada kitab ikinci ayından sonra yazılır. Valla, indi 40-ı çıxmamışaq, pişdə edirsən, gülür. Elə ilk təbəssümü orada da görmək olur. Daha sonra ümumiyyətlə, emosional tələbat uşağın həyatında çox böyük yerə malikdir. Nə deməkdir emosional tələbat? Təbii ki, onun, belə deyək də, onunla danışmaq, onun güldürmək, onunla ünsiyyət qurmaq, yəni onun emosional tələbatının ödənilməsi. Hətta bunu təcrübə üçün, daha doğrusu bunu sübut etmək üçün belə bir təcrübə aparıblar ki, bir uşağa 2 insan qulluq edir. Onlardan biri onun bioloji tələbatlarını ödəyir. Yəni, çimizdirir, yedizdirir, üstünə başına baxır. Digəri isə onun emosional tələbatlarını ödəyir. Yəni, onunla ünsiyyət qurur, onunla danışır, onunla gülür. Və indi uşaq hansına bağlanacaq? Onu yedirdən, geyindirən, çimizdirənə mi bağlanacaq? Xeyr, yəni uşaq emosional tələbatı kim onun emosional tələbatını ödəyəcəksə ona bağlanacaq. Misal üçün, işləyən qadınlar bəzən olur ki, uşağı yedirtdi, içirtdi və səhər çıxdı, axşam gəldi və uşağı evdə ya nənə baxırsa, ya bir daya baxırsa, uşaq ona daha çox bağlanır. Çünki bütün günü onu görür və emosional tələbatını da ondan alır. Onunla danışır, onunla gülür və ondan alırsa və ana da ya yorğun gələcəksə, çox vaxt ayıra bilməyəcəksə uşağa təbii ki, bu halda. Daha sonra sonda canlanma kompleksini görürük. Nədir canlanma kompleksi? Burada artıq, belə deyək, uşaqda sosial tələbatlar yaranır. Yəni, necə başa düşək? Misal, əvvəllər uşağı biz yedirdib, içirtdik, qarnını doyurduq, qoyduq özünün, belə deyək, yatağına, gedə bilirdik. Amma artıq canlanma kompleksi baş verirsə, yəni bu mərhələdə yaranır ki, artıq o uşağı ora qoyub getmək olmur. Deyir, yanımda adam olsun. Kim olur olsun, yanımda adam olsun, mənlə danışan olsun, mənlə ünsiyyət quran olsun. Yəni, artıq uşaq burada artıq canlanır. Yəni, canlanma kompleksi buna deyirik. Hətta canlanma kompleksi yeni doğulma ilə körpəlik arasında sərhəd kimi də baxıla bilər. Gəldik uşaq psixikasının inkişafının ikinci mərhələsinə ki, bu 1 yaşdan 3 yaşa qədər olan mərhələdir. Burada yenə xüsusi qeydlərimi etmişəm. Sizə lazım olan hissə mən biraz ola bilər danışacağam. Burada nəyi götürürük? Uşağın bədəni üfüqi vəziyyətdən şaquli vəziyyətə keçir. Yəni, bu nə deməkdir? Uşaq artıq müstəqil şəkildə dayanır, yeriməyə başlayır. Yəni, bu artıq 1 yaşdan 3 yaşa qədər olan mərhələdədir. Nitqə yiyələnmə də bu mərhələdə baş verir. Yəni, uşaq artıq danışmağa başlayır və elə ən mühüm hissəsi də ikinci mərhələnin uşağın nitqə yiyələnməsidir.
Əşya fəaliyyətinə keçid. Bu nə deməkdir? Əşya fəaliyyətinə keçid o deməkdir ki, misal üçün birinci mərhələdə uşağa qazanın qapağını verirdin, ondan oyuncaq kimi istifadə edirdisə, bu dəfə artıq uşaq bilir ki, bu əşya qazanın üzərini örtmək üçün istifadə olunan bir əşyadır. Təbii ki, bunu da öz-özünə öyrənmir. Bu zaman böyüklər uşağa əşyanın hansı məqsədlə istifadə edildiyini öyrətməlidir. Əgər uşaq bilirsə ki, bu məqsəd nədir, yəni bu əşyanın istifadə olunmasına məqsəd nədir, bilərsə artıq ondan oyuncaq kimi istifadə etməyəcək. Yəni oyuncaq kimi özünün oyuncaq qazanlarından istifadə edə bilər də. Yəni uşağa artıq başa salırsan ki, bu nəyə görədir, nə bilim, bu qaşıqdan yemək yemək lazımdır. Artıq biləcək ki, bu qaşıq yemək yeməyi üçündür. Ondan oyuncaq kimi istifadə etməyəcək. Əvvəl qaşıq verərdin əlinə, danq 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 vurardı, səs çıxardardı. Artıq dərk edir ki, bu qaşığın məqsəd var burada ki, buna yemək yemək lazımdır. Daha sonra 2 yaşdan 2-3 yaşda uşaqlarda idrak emosiyaları formalaşır. Baxın, burada xüsusi bir qeyd etmişəm. İdrak emosiyaları 2-ci mərhələdə formalaşır, amma idrak emosiyalarının elementləri 3-cü mərhələdədir. Bax, bunu da çaşdırmırsınız. Yenə deyirəm də, buradan əgər ki gələrsə, sual belə gələcək ki, misal, 2-ci mərhələdə nələr baş verir? İdrak emosiyaların elementləri desə, yox, bu 3-dədir. Amma idrak emosiyaları desə, tamam, bu artıq 2-də olacaq. Və ən əsas 3 yaş böhranı, ki, bunu məncə valideynlərin əksəriyyəti yaşamış olar. Yəni, burada nə deməkdir? Uşaq özünü tanıyır, mən anlayışı formalaşır, müstəqilliyə can atır. Misal üçün, uşağa həddindən artıq qayğı göstərməsi artıq uşağın xoşuna gəlmir, bundan etiraz edir. Öz istəklərini başlayır müqayisə etməyə evdə olan digər böyüklərlə. Yəni o artıq uşaq fikirləşir ki, məsələn, bu böyük insan, bu özü müstəqil şəkildə yemək yeyir, mən də özüm yemək istəyirəm. Yəni, valideyn hələ ki, buna 1 yaşdan 3 yaş arasında uşağı özü yedirtməyə çalışır ki, üzərinə tökməsin. Amma uşaq özü yemək istəyir. İndi baxmayaraq, bu böhrandan çıxandan sonra 5 yaşında deyir ki, valideyn yedirsin məni. Amma bu bir böhrandır da, 3 yaş böhranı ki, həmin zamanda uşaq hər şeyi özü etmək istəyir. Mən anlayışı formalaşır. Yəni, mən yeyim, özüm yeyim. Mən geyinim, özüm geyinim. Yəni, özünü tanıyır bir sözlə və buna biz deyirik ki, mən anlayışının formalaşması, yəni daha doğrusu 3 yaş böhranı. Deməli, 2-ci mərhələdə üfüqi vəziyyətdən şaquli vəziyyətə keçmə, bu dik yeriməklə əlaqədar, yəni yeriməklə daha doğrusu əlaqədardır. Nitqə yiyələnmək, əşya fəaliyyəti, idrak emosiyaları, 3 yaş böhranı. Yəni, kimə çətindirsə ilə bunları öyrənsə kifayət edəcək. Baxaq ki, 3-cü mərhələdə nələr baş verir? 3-cü mərhələdə 3 yaşdan 12 yaşa qədər olan mərhələdir. Burada idrak emosiyalarının elementləri əmələ gəlir ki, biz bunu bayaq qeyd etdik ki, idrak emosiyaları özü 2-dədir, elementləri isə 3-dədir. İdrak emosiyalarının elementləri 3-dədir. Daha sonra bu mərhələdə ali mənəvi emosiyalar formalaşır 3-də. Həssaslıq, qayğıkeşlik, dostluq, borc kimi hisslər, borc alıb vermə kimi hisslər burada formalaşır. Uşaqda qavrama, duyğular, yaddaş, diqqət, iradə, bu kimi psixi funksiyalar bu mərhələdə baş verəcək və özünü idarə etmə, özünü qiymətləndirmə bacarıqları. Yəni artıq 12 yaşına qədər olan uşaq özünü idarə edə bilir, özünü qiymətləndirə bilir. Yəni bunlar normal psixikası formalaşan uşaqlarda və bu şəkildə normal bu ardıcıllıqları biz görməliyik mərhələlər üzrə. Nəhayət gəldi psixikanın inkişafının 4-cü mərhələsi. Bu 12 yaşdan sonraki mərhələdir və əsas təfəkkür fəaliyyətləri burada formalaşır. Yəni artıq 12 yaşından yuxarı bir uşaq müstəqil fikir irəli sürə bilir, nəticə çıxara bilir, plan qura bilir, məntiqi yanaşa bilir, təhlil edə bilir. Bunları qeyd edirik və burada həm də ən ali insan emosiyaları formalaşır ki, bunlara nələr aid? İdrak emosiyaları, estetik emosiyalar, mənfi emosiyalar burada artıq tam formalaşmış olur. Burada da xüsusi bir qeyd var ki, deyir, son 100 ildə doğulan uşaqları müqayisə etsək digərləri ilə, ümumiyyətlə orta boy çəki artıb son 100 ildə. Hətta məktəb yaşlı deyil, müasir uşaqların boyu özləri ilə müqayisədə əvvəlkilərdən 10-15 cm daha çox artıb. Düzü, mən bunu çox da müşahidə edə bilmirəm. Məktəblərdə, yəni hündür boy uşaqları mən az görürəm, çox görmürəm. Gəldik nəhayət təşviş pozuntuları. Tamam, təşviş pozuntuları. Təşviş pozuntuları psixoloji pozuntudurmu? Bəli, psixoloji pozuntudur. Baxın, təşviş hər kəsdə ola biləcək bir haldır, təşviş.
Hamımızda var. Amma bir də var təşvişin pozuntusu. Artıq bu psixoloji bir pozuntudur. Təşviş özü nədir desək, təşviş yəni psixoloji durumda baş verən dəyişiklikdir də. Burada da tərif şəklində gətirsə, deyir ki, insan həyatda hər hansı bir qorxulu və təhlükəli vəziyyətlə üzləşə bilər və o zaman da onun psixoloji reaksiyası olur və ya da fizioloji reaksiyası olur ki, onların cəminə biz təşviş deyirik. Təbii ki, təşviş boşu-boşuna yaranmır. Hətta müqayisə edildiyi zaman qadınlarda kişilərlə nisbətdə 2,5 dəfə daha çox baş verir. Və nədir bu təşviş? Dedi ki, səbəblər var. Yəni boşu-boşuna elə oturdum, məndə təşviş ola bilər. Hər kəsdə var təşviş. Təşviş başqa bir şeydir. Yəni eyni şeydir. Bir var pozuntu halına gətirilməsi. Pozuntu halında olması bu psixoloji durumun normal olmaması ilə əlaqədardır və buna da gətirib çıxaran səbəblər var. Səbəblər biri var psixoloji, bir də var bioloji. Psixoloji və bioloji. İndi baxaq. Psixoloji odur ki, psixika ilə əlaqədar, yəni olanlardır. Hansı ki, nə səbəblə əlaqədar bu insanda təşviş pozuntusu oldu? Öncə misal, təşviş pozuntusu nə ola bilər? Uşağı göndərir məktəbə və uşaq gələnə qədər oturub fikirləşir ki, görəsən nə oldu? Müəllim mənim uşağıma necə davrandı? Ay Allah, birdən uşaqlarla dava edər, vurarlar onu, birdən bir şey olar, mən gedib çatmaram. Ya uşaq məktəbdən çıxar, bir başqası onu götürər, uşağı sonra tapa bilmərəm. Yəni bu bir gün, 2 gün deyil. Yəni hər gün uşağı evdən yola saldıqdan sonra bu insan oturub, bu ata da ola bilər, ana da ola bilər. Yəni düşüncələri bu şəkildə, bu yönümdə olur. Yəni başqa bir şeylə də ola bilər ki, misal üçün hazırki vəziyyəti normaldır, amma fikirləşir ki, birdən misal həyatımda hər şey normal getməz, maddi sıxıntım olar, nə bilim o olar, bu olar, o olar. Fikirləşir. Yəni bunlar artıq təşviş pozuntularıdır ki, bu da boşu-boşuna olmur, dediyimiz kimi səbəblər var. Səbəblər nədir? Və niyə, hətta mən buna toxunmaq istəyirəm ki, niyə qadınlarımızda daha çox müşahidə olunur? Qadınlarda 2,5 dəfə deyir, daha çox baş verir. Baxın, şəxslər arası problemlər, yaxın adamın vəfatı, həddindən artıq gərginlik, arzu olunmaz həyat şəraiti, düzgün olmayan gündəlik rejim. Və bunu təbii ki, indi kişi müəllimlərimiz də izləyəcək bu videonu, amma ailədə ən çox problemlərin həll olunması qadın üzərindədir. Yəni bu bir reallıqdır. Yəni kişi əgər işə gedirsə, hətta ailədə qadın, kişi birgə işləyən ailələr də var. Hər ikisi birgə evdən çıxdılar, hər ikisi birgə evə qayıtdılar. İndi ola bilər qadın biraz az qazandı, kişi biraz çox qazandı. O ayrı məsələdir. Amma yəni evə gəlib çatdıqdan sonra kişinin yükü bitdi. Yəni maksimum bir produkta göndərdi qadın onu, gəldi. Amma bütün uşaqların problemindən tutmuş, əksər ailələrdə belədir təbii ki. Uşaqların əgər evdə qaynana, qaynata varsa, onların qulluğunda dayanmaq, evin yığışdırılması, paltarların səliqəyə salınması, uşaqların məktəbə aparılıb gətirilməsi, bu işləyən qadınların da yüküdür, işlənməyən qadınların da yüküdür. Yəni ona görə daha çox qadının üzərindədir bu gərginlik. Bax, bu gərginliyi xüsusən ona görə vurğuladım. Və düşünsək ki, bu qadın da başqa bir ailədən çıxır, bu ailəyə gəlir və bu ailəyə adaptasiya olunana qədər yaşadığı gərginlik və s. və onda həmin o pozuntuların yaranmasına gətirib çıxar. Ona görə qadınlarımızda daha çox bu problemlər yaranır. Şəxslər arası problemlər. Yəni bu mütləq şəkildə ailələrdən söhbət getmir də. Misal üçün, ailəli olmayan bir insanda da ola bilər. Misal üçün, tutaq ki, bir uşaqdır, öz ailəsi ilə problemləri var, yəni şəxslər arası problemlər və yaxud da ki, məktəbdə təhsil aldığı məktəbdəki şagirdləri ilə bir problemlər yaşayırsa, o da onda gətirə bilər, təşviş pozuntularına çıxarda bilər. Yəni, psixoloji faktorlar bunlardır. Məncə, belə bir sual düşsə, bunu biz elə psixoloji sözündən tapa bilərik də. Yəni, genetik meylliliyi gedib biz orada psixoloji faktor olaraq götürməyəcəyik ki, hər halda. Bu biolojidir, insanın özünün bədəni ilə əlaqədardır. Yəni, onun genetikası, xəstəlikləri və s. Amma burada artıq bu psixika ilə əlaqədardır. Dediyim kimi, şəxslər arası problemlər, yaxın adamın vəfatı, həddən artıq gərginlik, arzu olunmaz həyat şəraiti, yəni bura ağır maddi vəziyyət ola bilər, bu kişi üçün də, qadın üçün də keçərlidir. Tutaq ki, indiyə qədər maddi vəziyyəti yaxşı olmuş bir
kişi bundan sonra işdən çıxarılma ilə əlaqədar olaraq, hər nə ilə əlaqədar olaraq maddi vəziyyəti sıxıntıya başlayır və evdəkilər də onu başa düşməyəcəksə, təbii ki, bu insanın artıq psixoloji pozuntusu yarana bilər. Çünki indiyə qədər çox rahat yaşayıb və indiyə qədər heç bir ailəsində də problemi, ətrafında problemi olmamışdı. Bundan sonra maddi vəziyyətin aşağı olması ilə əlaqədar müəyyən problemlərin çıxdığını görür və bu da onda bir pozuntunun yaranmasına gətirib çıxara bilər. Düzgün olmayan gündəlik rejim, bax buna da diqqət etməliyik. Çünki insan əgər gecə saat 2-də oturub nə qədər yemək yeyəcək, yatacaq, səhər duracaq, birbaşa işə qaçacaq, heç bir yemək yeməyəcək, nə bilim ki, orada nə tapacaq yeyəcək. Yəni bu doğru olmayan rejim də gətirib çıxara bilər. Bioloji faktorlar. Bu artıq genetik meyillilik ola bilər. Misal üçün, insan var ki, elə bunun ailəsində də təşviş pozuntuları var. Çünki anası da elə idi, elə hər şey üçün təşvişdə idi. Bir yenə də deyirəm, təşviş başqa bir şeydir, hər kəsdə olan bir şeydir. Bir də var təşvişin pozuntu, yəni onun da abartı forması. Genetik meyillilik, somatik xəstəliklər, xüsusən endokrin pozuntuları misal göstərə bilərik və yaxud da ki, alkoqol qəbul edirsə, müxtəlif dərmanlar qəbul edirsə, bunlarla da əlaqədar olaraq misal üçün bioloji faktorlar deyə bilərik. Misal burada yazmayıb, adətən mən bu həyat təcrübəmə əsasən deyirəm ki, analar, yəni belə deyək, uşaq dünyaya gətirmiş qadınlarda da yenə də bu hormonlarla və ya dərmanların qəbulu ilə bağlı ola bilər ki, müxtəlif həm depressiya halı baş verə bilər, həm də pozuntular baş verə bilər. Belə, bax, bayaq dediyimiz bunlar təşvişin yaranması səbəbləridir. Bunlar isə təşvişin əlamətləridir. Artıq burada biz əlamətlərə baxırıq. Deməli, təşvişin əlamətləri nələr ola bilər? Biri var psixoloji, yəni psixi ki, burada görə bilmədiklərimizdir. Bax, burada yazılır, görə bilmədiklərimiz. Yəni, biz bu insana baxanda, misal, bu insanın ürəyində dəli olmaq qorxusu var. Mən ona baxanda nə bilim ki, bunun dəli olmaq qorxusu var. Amma fiziki görürəm ki, bədəndə titrəmə, tərləmə, özünü pis hiss etmə, təngə nəfəslik, bunu görürəm də. Ona görə biz deyirik ki, bayaq səbəbləri də, ya o səbəblər nəticəsində bu insanda təşviş yaranırdı. Bir də var, təşvişin artıq əlamətləri. Yəni, bunu artıq, bu əlamətlər varsa bu insanda, deyirik, bu insanda təşviş pozuntusu var. Psixi yönümlü hansılardır? Emosional gərginlik. Daima bu insan emosional gərgindir. Əhəmiyyətsiz hadisələr səbəbindən yaranan narahatlıq hissi. Yəni, çox mənasız bir şeyə görə narahatlıq hissi keçirir. Adi bir, indi ağlıma gəlmir, nə bilim, bir köynək aldı, misal, gəldi onun xoşuna gəlmədi. Hə, vəsə, 10 günü getdi. Niyə mən bunu aldım, niyə belə oldu, niyə bu yaxşı çıxmadı, nə. Yəni, əhəmiyyətsiz hadisələr səbəbindən yaranan narahatlıq hissi. Yarana biləcək təhlükə hissi, nə bilim, reallığın itirilməsi qorxusu, dəli olmaq qorxusu, qəfil ölüm qorxusu, öz üzərinə nəzarəti itirmək qorxusu. İnsan var ki, qorxur ki, nə bilim, birdən qəfil ölərəm. Deyirsən ki, hansısa bir işə daxil ol, sıfırdan başla, 5 il, 6 ilə nəysə, hansısa bir yerə gələcəksən, deyir, birdən öldüm. Yəni, mən rastlaşdığım hadisələri danışıram ki, həqiqətən mən elə bir insan görmüşəm ki, yəni, ölüm qorxusu var bu insan içərisində. Deyir ki, yəni birdən öldüm, mən niyə misal üçün onu edim, bəlkə heç yaşamayacağım. Yəni və yaxud da ki, yəni elə bir insanlar var, nəysə. Deməli ki, axır ki, bunlar psixi əlamətlərdir. Fiziki əlamətləri isə biz görə bildiklərimiz. Hansı ki, bədəndə titrəmə baş verə bilər, tərləmə, ürək döyüntülərinin tezləşməsi, baş gicəllənmə, əzələ gərginliyi, özünü pis hiss etmə, təngə nəfəslik, hərəkətlərin donub qalması, keyləşmə, sancılar falan. Və növlər. Əgər sual gələrsə, inanmıram əlamətdən gələr, inanmıram səbəbdən gələr. Əgər gəlsə sual, təşviş pozuntuların növlərindən gələr deyə düşünürəm. Bu mənim şəxsi fikrimdir. Ki, generalizə olunmuş təşviş pozuntusu və ya ümumi təşviş pozuntusu, sosial fobiya, aqorafobiya, bir də panik və ya vahimə pozuntusu ki, buna panik atak da deyilir. İndi baxaq bunlara bir-bir. Generalizə olunmuş və ya ümumi təşviş pozuntusu bu nədir? Adi vəziyyətlərlə bağlı, yəni bu insanın təşviş halında olmasıdır. Emosional gərginlik, həddən artıq həyəcan keçirtmək, narazı olmaq, öz səhhəti ilə bağlı olsun, nə bilim, yaxınlarının sağlamlığı ilə bağlı olsun, maddi vəziyyətlə bağlı olsun, daima narahatlıq hissi keçirir.
Fikirləşir ki, birdən misal üçün işdən çıxartdılar məni. İndi hal-hazırda elə bir söhbət yoxdur. Düşünür də, deyir, birdən işdən çıxartdılar məni. Necə olacaq, necə dolanacaq? Misal üçün bir padruqası var, rəfiqəsi var, çox yaxşı, ya bir kişi də dostu var, yaxşı münasibət var. Deyib birdən onunla mənim münasibətim pozulsa, ay Allah necə olacaq? Hal-hazırda ortada heç bir şey yoxdur. Yəni ümumi vəziyyətlərlə əlaqədar bir həyəcan, təşviş içərisindədir. Oxumaqla, təhsillə də bağlı ola bilər. Ay birdən belə, yəni misal üçün oturub dərs oxumaqdan çox oturub fikirləşir ki, birdən mən instituta girmədim və yaxud da ki, kimisə başına nəsə hadisə gəlib, çox yaxşı oxuyan idi, getdi yaza bilmədi, məndə də bu hal olacaq. Yəni başlayır təşviş, buna deyilir ümumi təşviş pozuntular. Yəni ümumi, belə deyək də, burada belə bir şey deyilir ki, az mümkün olan hadisələr, reallaşması az mümkün olan hadisələrlə əlaqədar ümumi keçirmiş olduğu təşvişlər. Yəni bir var ki, mən xəstəyəm, özüm üçün fikirləşirəm ki, birdən yəni ölərəm, yəni görürəm ki, xəstəliyim var. Bir də var ki, tam sağlamam, heç bir problem yoxdur. Fikirləşirəm ki, birdən məndə bu xəstəlik olar, birdən məndə o xəstəlik olar, birdən mən qəfil ölərəm. Bax, belə fikirləşirəmsə, deməli, məndə artıq ümumi təşviş pozuntuları var. Və gəlir sosial fobiya. Sosial fobiya ünsiyyətdə olmaq qorxusudur. Yəni, bu insanlar düşünürlər ki, misal üçün, hər hansı bir digər insanla danışanda hər zaman səhv edəcək və yaxud da ki, başqa insanların qarşısına çıxış etməkdən qorxurlar, ya kiməsə sual verməkdən çəkinirlər. Yəni fikirləşirlər ki, mən elə doğru sual vermərəm, mənə gülərlər, mən doğru çıxış etmərəm. Nə bilim, yemək yeyir kiminsə yanında, fikirləşir ki, mənə gülərlər, mən doğru yemərəm, mənə baxarlar. Nə bilim, toy mərasimində deyirsən, dur gəl oyna, qorxur, həyəcan keçirir ki, yəni gülməli oynayaram. Görürsən mənə necə baxar ətrafdakılar. Yəni qorxu hissi keçirir hər bir şeyə görə. Ünsiyyətdə olmaq qorxusu. Yəni bu da mənə elə gəlir ki, uşaqlıq travmaları ilə əlaqədar ola bilər ki, o uşağa vaxtında dinlənilməyib, o uşaq vaxtında bir söz demək istədiyi zaman ona bir şəxs kimi yanaşılmadığı üçün o qorxu öz içərisində davam edir və uşaq fikirləşir ki, məni bundan sonra bütün cəmiyyət elə belə qarşılayacaq. Yenə də mən fikrimi doğru deməyəcəm. Çünki misal insan ola bilər ki, nəysə bir kəlmə deyir. Misal mən bayaqları bu generalizə olunmuş sözünü tam yaxşı deyə bilmədim. İndi uşaqdır, bu sözü deyir və ətrafdakılar gülür ona ki, düz demədi falan. Və bu uşaqda travma qalır ki, mən ömür boyu hər şeyi səhv deyəcəm və gəlir böyük bir insan olur, 40-50 yaşında, yenə də o travmanı yaşadığı üçün və bunun beynində qalır ki, mən yenə bunu doğru deməyəcəm və ətrafdakılar mənə güləcəklər. Və ona görə də ünsiyyətdə olmaqdan çəkinir. Misal üçün, onu auditoriyada çıxışa dəvət elə mümkün deyil. Çünki o qədər insan ona baxır, həyəcanlanacaq və səhv edəcək. Çünki oradakı o həyəcan zaten bu beyninə yükləyib ki, mən səhvlər etməliyəm. Zaten orada səhvləri də edəcək. Deməli, nəysə, bu sosial fobiya oldu. Aqorafobiya. Aqorafobiya Yunancada məkan qorxusu deməkdir. Yəni, bu insanlarda özlərinin bələd olmadıqları yerdə hallarının pisləşəcəyi və onları orada ətrafda heç kəsə yardım edə bilməyəcəyi düşüncəsi ilə daima qorxu içərisindədirlər. Ona görə də onlar üçün ən yaxşısı evdən çıxmamaqdır. Evdən çıxaram, birdən başıma bir iş gələr, mənə heç kəs kömək etməz, nə bilim, kütlə arasında olaram, onlar məni tanımır, halım pisləşər, mənə necə münasibət bəl. Yəni, məkanla əlaqədar qorxu keçirdirlər və tanımadıqları yerlərdə olmamağa çalışırlar. Qapalı məkanlardan, dar otaqlardan qorxurlar. Bu kimi insanlar liftə minməkdən qorxur, metro ilə getməkdən qorxur. Çünki bir düşüncə var, liftə minəcəm, lift dayanacaq, işıqlar olmayacaq və mənə kömək edən olmayacaq. Mən elə orada da qalacam. Və yaxud da ki, misal üçün metrodan getdiyimiz zaman sizlər də bununla qarşılaşa bilərsiniz. Birdən metro dayana bilər, işıqlar sönə bilər və kimdə orada aqorafobiyası varsa, o insan nə etdiyini artıq bilmir, ağlaya bilər, qışqıra bilər. Nə bilim, hətta mən köynəyini çıxardan, yəni qorxudan, həyəcandan, boğulmadan köynəyini çıxardan insan görmüşəm ki, ya bilmir də o zaman nə edir. Çünki bu insanda aqorafobiya var, məkan qorxusu var. Belə, gəlir panik və ya vahimə pozuntusu. Bu da güclü qorxu gəldikdə baş verir. Yəni, insan nədənsə güclü qorxduğu zaman başlayır panik ataklar, yəni panik hücumların baş verməsi. Ki, burada bunları yazmışam, düz oxumadım. Bir ay ərzində minimum 4 dəfə baş verir. Nəysə, bunların panik hücumların da bu əlamətləri nələrdir? Sürətli
ürək döyüntüsü, nə bilim, təngə nəfəslik, baş gicəllənmə, boğulma hissi, hava çatışmamazlığından əziyyət çəkmə, əl-ayaqlarda keyləşmə, ölüm qorxusu, huşunu itirmək, dəli olmaq, bu kimi hisslər. Və nəhayət gəldi spesifik fobiyalar. Bir də var ki, o fobiyalar misal ola bilər bu insanda yoxdur, məkan qorxusu yoxdur, sosial fobiyası yoxdur, hər yerdə yaxşı çıxış edir, yəni heç bir məkandan qorxmur, ümumi bir fobiyası da yoxdur, yəni bir ümumi təşvir pozuntusu da yoxdur. Amma bu insanda sosial fobiyalar var, daha doğrusu spesifik fobiyalar var. Spesifik fobiya nə deməkdir? Yəni hər hansı bir əşya və ya hadisə ilə bağlı yaranmış olan qorxu deməkdir. Və indi burada baxaq, misal üçün başlayırıq entomofobiya. Entomologiya bilir ki, həşəratları öyrənən elm sahəsidir. Entomofobiya da həşəratdan qorxudur. Düzdür, mən bir həşərat tapmadığıma görə hörümçəyi tapa bildik, onun da adı başqadır. Ona görə mən bunu yerləşdirdim. Misal astrofobiya, şimşəkdən qorxmaq. Gözəl şimşəyi sevməyin adı nədir? Misal üçün, mən çox sevirəm. Şimşək çaxanda mənə çox xoş olur. Yəni, heç qorxmuram. Qorxmaq nədir? Əksinə çox sevirəm. Amma şimşəkdən qorxanlar da var da, buna da astrofobiya deyilir. Sonra var araknofobiya. Bu, hörümçəkdən qorxmadır. Sonra var akrofobiya. Bu, yüksəklikdən qorxmadır. Akrobat sözü ilə yadda saxlaya bilərsiniz. Bunların ikisi bir-birinə oxşuyur. Aklofobiya ilə akrofobiya. Akrofobiya, akrobat sözü ilə yadımızda saxlaya bilərik. Aklofobiya isə qaranlıqdan qorxma. Yəni, qaranlıq olanda bu insan qorxur. Məsələn, uşaqlarda da var, bəziləri deyir ki, heç olmasa balaca bir işıq da olsa yansın. Əslində o olmaz, çünki melatonin hormonu sintez edilməsi üçün tam qaranlıq mühit bizə lazımdır. Hematofobiya, qandan qorxma. Yəni, misal mən belə bir insan tanıyıram ki, həkimdir, artıq pensiyadadır. Amma illərlə həkim işləməsinə baxmayaraq, onda hematofobiya var, yəni qandan qorxur. Yəni, insanı. Bu da fobofobiya, yəni hər şeydən qorxma. Bu lap yaxşısıdır. Nə var, hamısından qorxur. Nəysə, gəldi depressiyalar. Depressiya özü də psixi pozuntudur. Depressiya da psixi pozuntudur və hansı yaş aralığında olur desə, bütün yaş dövrlərinə müşahidə olunur. Depressiyanın əlamətləri nədir? Burada artıq üzlərinə baxanda depressiyada olduqları bəllidir. Mənə elə gəlir ki, az və ya çox dərəcədə hamımız həyatımızda müəyyən bir depressiya halı yaşamışıq. Ona görə depressiyanın əlamətləri bizə yad olmaz. İştahının olmaması, həyəcan keçirtmə, tez yorulma, yuxusuzluq, gərginlik, nə bilim, özünü gərəksiz hiss etmə duyğusu, yəni mən heç kəsə lazım deyiləm bu həyatda, insan elə bir şey düşünməsi, hətta intihar etmə barədə fikirlər, yəni ki, bunlar hamısı depressiyanın əlamətləridir. Ən çox depressiya 25-30 yaş aralarında müşahidə olunur. Yenə qadınlarımızda kişilərə nisbətən 2 dəfə çox müşahidə edildiyini görürük. Mənə elə gəlir ki, qadınların həyatda yükün ağır olması ilə əlaqədardır. Davam etmə müddəti bir neçə aydan bir neçə ilə qədər ola bilər. Ki, indi baxaq, depressiya səbəb olan faktorlar. Baxın, orada təşvişə səbəb olan psixoloji və bioloji faktorlar var idi. İndi burada isə depressiya səbəb olan psixoloji, bioloji və sosial faktorlar var. İndi onlara baxaq. Sosial faktorlar hansılardır? Sosial müdaxilənin olmaması. Yəni, bu səbəblərindən dolayı depressiyalar əmələ gəlir. Misal, maddi vəziyyətin aşağı olması. Yəni, nə istəyir edə bilmir, nə istəyir edə bilmir, maddi vəziyyət aşağıdır və yaxud da ki, bir iş görmək istəyir, alınmır və bu artıq gəlib onun depressiyaya səbəb olur. İşsizlik, cinayətkarlıq, bunlar sosiallardır. Psixoloji isə tənhalıq. Bir insan tənha qaldığı zaman, o da onun depressiyaya səbəb ola bilər. Sonra həyatda baş verən önəmli dəyişikliklər, misal üçün, fərqli bir həyat tərzində yaşayırdı. Nəsə baş verdi, tamamilə fərqli bir həyat tərzinə keçid etdi və psixoloji vəziyyətlə əlaqədar depressiya başladı onda. Ən çox yaxın adamının ağır xəstəliyə tutulması və ya həyatını itirməsi, yəni çox bağlandığı bir insanın, yəni bu anası ola bilər, atası övladı ola bilər, sevgilisi ola bilər, yəni vəfatı onun həyatında, yəni həyat yoldaşı ola bilər, ağır travmalara gətirə bilər ki, depressiya səbəb olacaq. Ailə daxili və şəxsiyyətlər arası problemlər və uşaqlıq dövründə almış psixoloji travmalar və bu da çox önəmlidir. Ümumiyyətlə, əvvəllər mən elə düşünürəm ki, əvvəlki analar uşaqlara daha çox şəxsiyyət kimi yanaşmırdılar. Nəinki indiki valideynlər, istər ana, istər ata olsun, hazırki valideynlər daha şəxsiyyət kimi yanaşmağa çalışırlar uşaqlara.
Əlbəttə ki, əvvəllər məlumatın azlığı ilə əlaqədar ola bilər və əvvəlki uşaqların həyatında daha çox travmalar, yəni valideyn bilmədən yaratdığı travmalarla böyümüş uşaqlar var. Ona görə bu da depressiya gətirib çıxara bilər. Bioloji artıq bu yenə bizim bədənimizlə əlaqəlidir. Genetik ola bilər, depressiya meyillik şəklində. Somatik xəstəliklər ola bilər, alkoqol, narkotiklərin qəbulu, bəzi dərman preparatlarının qəbulu falan ola bilər. Və depressiyanın əsas klinik əlamətləri, yəni artıq hansı əlamətlərlə biz depressiyanın olduğunu görürük və bu əlamətlərdə davranış əlamətləri var. Nə bilim, buradan da sual gəlsə belə gələr də, deyər ki, depressiya səbəb olan davranış əlamətləri hansılardır? Kognitiv əlamətlər hansılardır? Affektiv əlamətlər hansılardır? Motivasiya əlamətləri hansılardır? Somatovegetativlər hansılardır ki, bunları, misal mənə görə bu psixoloji, sosial-bioloji, bunlar tapılandı əlamətlər. Yəni səbəblər, daha doğrusu, səbəblər. Amma əlamətləri öyrənməyə çalışın. Bunları misal üçün öyrənin. İndi bilirəm ki, hiss edirəm ki, deyirlər ki, müəllim özü ekrandan qəşəng oxuyur bizim üçün, amma bizə deyir ki, bunları əzbərlə. Yəni mən də inşallah ki, sizindən dərsi soruşacağım zaman mən yeganə bir dərsdə ki, bax bu mövzu, açıq etiraf edim ki, mən dərsə daxil olmamışdan öncə bu mövzunu mütləq şəkildə öyrənib sonra daxil oluram. Çünki təksizlik deyil də, yəni bu yadda qalmayan bir mövzudur. Misal üçün, digər heç bir mövzu üçün mən kitab açıb dərsə daxil olmuram da, yəni onlar artıq illərdir tədris etdiyim hissələrdir. Amma bu, bəli, çətindirmi? Bəli, çətindir. Mənə də çətindirmi? Bəli, çətindir. Davranış. Hərəkətdə tormozlanma, təşviş, təlaş. Yəni bu davranışla əlaqədardır. Yəni bunu da belə deyək də, mənə elə gəlir ki, bu çətin deyil. Davranışda da hərəkətdə tormozlanma, davranışla əlaqədardır. Təlaş, təşviş. Ola bilər ki, mexaniki söyləyə bilməsəydə, məncə testdə olsa taparsınız. Kognitiv, acizlik hissi, özünü aşağı qiymətləndirmə. Yəni bu insan hər yerdə özünü aşağı qiymətləndirir. Hər şeydə özünü günahkar hiss edir. Suicidal düşüncələr, bu nədir? Bu intihara meyillilik deməkdir. Diqqətin zəifləməsi, bunlar kognitivlərdir. Affektiv, əhvalın aşağı olması, həyəcan keçirmə, bunlar affektivdir. Motivasiya, maraq və həzz olma hissinin itirilməsi, məhsuldarlığın azalması, motivasiya deməli, maraq və həzz olma hissinin itirilməsi, məhsuldarlığın azalması, somatovegetativ, yuxusuzluq, iştahın olmaması, fiziki diskomfort, bunlar misal göstərə bilər ki, gəlib psixozlar. Psixoz sözünün mənası nədir? Psixoz normal psixi fəaliyyətdə insanı baş verən dəyişiklikləridir. Düşüncə, qavrama, davranış psixozları ola bilər. Ki, bunları da biz, misal üçün, bu əlamətlərdir. Psixozların əsas əlamətləri. Əlamətlər düşüncə pozuntuları, qavrama pozuntuları, bu pozuntular deyə burada əlamətlər, bilmirəm, yanlış mı gətirmişəm bunu bura, yoxsa kitabda da belə yazılıbmış. Deməli, bu pozuntular. Düşüncə pozuntuları hansılar ola bilər? Ola bilər düşüncə, düşüncəsilə, insan düşüncəsi ilə əlaqədar sayıqlama, rabitəsi yaxud qeyri-adi nitq, düşünmə pozuntularıdır. Sayıqlama, yəni yanlış mülahizələr irəli sürmə, olmayan şeyləri danışma, düşüncəsi ilə əlaqədar da. Aha. Yəni deyir ki, inandırıcı və digər yollarla onu vəziyyətdən çəkindirmək olur. Yəni o öz inandığına inanır. Yəni düşüncələri, misal üçün, nə bilim, onun düşüncəsi fərqlidir də, yəni psixozla əlaqədar olaraq. Misal deyirsə ki, qatıq ağdır, o elə düşünür. Qatıq zaten ağıymış. Misal deyir ki, qatıq qaradır, elə düşünür də. İnandırmaq olmur onu ki, qatıq ağdır. Düz dedim inşallah. Aha, yəni inandırmaq olmur da. Yəni dərsi danışa-danışa özümdə də düşüncə pozuntusu ola biləcəyindən şübhələndim, inanın. Deməli belə, sonra qavrama pozuntuları. Qavrama pozuntuları halüsinasiyadır. Yəni eşitmə və görmə halüsinasiyalarına rast gəlinir. Misal üçün nə isə eşidir, amma yoxdur elə bir şey. Amma həqiqətən eşidir. Misal üçün mən, hər kəs bunu görə bilir ki, parkda bir qadın yanında kiminləsə danışır. Amma yanında heç kəs yoxdur. Amma onu görür, gördüyü üçün danışır. Ola bilər ki, vəfat etdiyi övladıdır, ya bəlkə anasıdır, atasıdır. Yəni onu yanında görüb ona danışır. Bizə isə qəribə gəlir.
Və ya yəni olmayan bir şey o görür orada və eşidir. Yəni yenə də danışır, o sözləri eşidir. Və ya da bu ən çox bu halüsinasiyaları məsələn xəstə yatağında olan yaşlı insanlar misal üçün görürsünüz ki, bu vəfatına az qalmış insanlarda eşitmə və görmə halüsinasiyaları olur. Ya öz ata-analarını görürlər, ya ən yaxınları, itirmiş yaxınlarını, yəni real həyatda olmayan insanları görürlər. Və ya da ki, onlarla danışırlar. Əslində onlar onları görürlər. Yəni realda görürlər, yox, halüsinasiya olduğu üçün. Sonra davranış pozuntuları. Bura nə aiddir? Hərəki oyanıqlıq, yaxud güclü tormozlanma. Yəni hərəkətləri ya çox oyanıq olur, yəni tez-tez danışırlar və ya tez-tez hərəkət edirlər, ya da çox yavaş olur, yəni tormozlanmış şəkildə. Bir də var qəribə hərəkətlər edirlər. Yəni insan oradan görünür ki, bunda psixoz var və bu psixozda davranışla əlaqədar olmuş olacaq. Və psixozlar özləri də üç yerə bölünür. Hansılardır? Var kəskin psixozlar, var keçici psixozlar, bir də xroniki psixozlar. Kəskin psixozlar, bunları da əzbər bilməliyik. Kəskin psixozlar somatogen, infeksiyon, psixogen, somatogen, psixogen, intoksikasiya nəticəsində yaranmışlar və bəzi üzüm mənşəli psixozlar. Bunlar kəskinlərdir. Deməli, kəskinlərin 4 dənə növünü görürük. Keçici psixoz bu demək deyil, bir insandan digərinə keçir. Sadəcə bir müddətdən sonra keçib gedə bilən bir psixozlardır. Bir müddət dönəmdə olur. Bir də bax, xroniki psixozlar. Xroniki psixozları isə şizofreniya və bipolyar pozuntu misal göstərmək olar. Məsələn, şizofreniya xəstələrini daimi sağaltmaq mümkün olmur. Şizofreniya xroniki bir psixozdur. Gedir dönəm-dönəm qayıdır. Eyni zamanda bipolyar pozuntuda. Yəni bu insanın belə net deyil də, insan belə elə fərqli düşüncəlidir. Və şizofreniya zamanı hansı həm baxın bayaqki o psixozlar dediyimiz düşüncə qavramı ilə əlaqədar, həm şizofreniya düşünmə pozuntusudur, həm qavrama pozuntusudur, həm davranış pozuntusudur. Yəni şizofrenik bir insanda həm düşüncədə, həm qavramada, həm davranışda, həm də emosiyalarında belə pozuntu müşahidə olunur. Şizofreniya belə deyək, kişilərdə bu xəstəlik ən çox kişilərdə 15-25 yaş aralarında, qadınlarda isə 25-35, bir də menopauzadan öncəki yaş dövrlərində, yəni 40-45 yaşlarında müşahidə edilə bilər. Və nəhayət stres. Deməli, stres sözünün mənası təzyiq, gərginlik deməkdir. Kanada alimi bu anlayışı elmə gətirmişdir. Alimin adı Hans Selye'dir. Hans Selye tərəfindən stres anlayışı elmə gətirilmişdir. Və burada maraqlı bir məlumat var ki, ABŞ əhalisi, yəni ilk dəfə, bizdə maraqlı burada nədir? Bizdə ilk dəfə stres problemini müəyyən edən Amerika Birləşmiş Ştatları olub və onların əhalisinin 90% güclü stres keçirir. Yəni, bəxtəvərli oxumayaq onlara, 90% stres içərisində imiş. Və stresin 3 mərhələsi vardır. Hansılardır? Orqanizmin səfərbər edilməsi, ki biz buna həyəcan mərhələsi deyirik. Daha sonra qıcığa qarşı müqavimət göstərilməsi, ki buna uyğunlaşma mərhələsi deyirik. Bundan sonra orqanizmin zəifləməsi, yəni zəifləmə mərhələsi deyirik. Gəldik mərhələlərə. Bu bizim dərslik kitabımızda olandır. Orqanizmin zədələyici amillərə qarşı müqavimətini göstərir və təsirlərə qədər olan ilkin vəziyyət. İndi həyəcan mərhələsində görürsünüz ki, burada başladı qalxmağa. Və həyəcan mərhələsində bir stres halı baş verir və o, hər hansı bir nəsə əlaqədar olursa, insanda nə baş verəcək? Ürək döyüntüləri sürətlənir, qan təzyiqi yüksəlir, adrenalin artır, həzm prosesi zəifləyir. Niyə həzm prosesi zəifləyir? Yəni stresli insan durub yemək yemir ki. Bəzi insanlar deyir ki, mən deyir, stresli olanda dayı yeyirəm, kökəlirəm. Yəni, mən özüm stresli olanda heç nə yeyə bilmərəm. Və ya depressiyadayamsa, stres halındayamsa, məndə belə olacaq, həzm prosesi zəifləyəcək. Çünki simpatik sinirlərin fəaliyyəti artır, hətta əzələlərə çox qan gəlir, bunu unutdum. Deməli, bu həyəcan mərhələsidir. Yəni, sanki bir həyəcan çalınır ki, yəni bu stresə başlayırıq uyğunlaşmaya, addım atmağa. Yəni, artıq ürək döyüntüsü qalxdı, yəni həyəcan mərhələsi bitdi, artıq biz onu uyğunlaşdıq. Yəni stresə artıq uyğunlaşırıq. Burada görürsünüz, sabit şəkildə, demək olar ki, sabit şəkildə qalır. Yəni maksimaldır, biz bu
stres keçirtmirdik burada. Artıq stres keçirtməyə başlayır bu həyəcan mərhələsi ki, artıq burada uyğunlaşma. Yəni biz ona qarşı müqavimət göstərə bilirik. Orqanizm müqavimət göstərir. Və orqanizm müqavimət göstərdiyinə görə həmin o stresi səbəb olan təhlükə nə idisə, həmin təhlükə zəifləyir. Mənim üçün zəifləyir. Çünki mənim orqanizmim artıq sanki bir güclənib, həmin o stresə uyğunlaşıb. Amma nə qədər stresə uyğunlaşmış vəziyyətdə qala bilərəm ki? Yəni, nə qədər ona dözə bilərəm, nə qədər ona mən uyğunlaşa bilərəm bir müddət. Daha sonra əgər stres davam edirsə, bu insanın stresə qarşı müqaviməti azalmağa başlayacaq ki, biz buna zəifləmə mərhələsi deyirik. Yəni, burada artıq insan bayaq uyğunlaşma mərhələsi idi, yəni tab gətirirdi. Həmin stresi tab gətirirdi, amma gətir, nə qədər gətirəcəksən sən bu stresi tab? Əgər stres aradan qalxmırsa, hələ də davam edirsə, artıq müqavimət zəifləməyə başlayır ki, bundan sonra əsəbilik, həyəcan, nə bilim, qıcıqlılıq, hər şeydən əsəb keçirtmə, tez yorulma, yuxusuzluq, baş ağrısı, ruh düşkünlüyü kimi hallar müşahidə olunur. Yəni, zəifləmə mərhələsi nəhayət xəstəlik. Deyirik ki, bütün xəstəliklərin əsası stresdir. Yəni, stres keçirdən bir insanda nə xəstəlik desən olar. Ona görə stresdən uzaq olmaq lazımdır mümkün qədər.